Hörmətli qonaqlar, dəyərli müəllimlər və əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün burada sizlərlə görüşməkdə məqsədimiz ondan ibarətdir ki, regional medianın inkişafına yardım İctimai Birliyi və Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarının dəstəyi agentliyinin birgə təşkilatçılığı ilə təşkil edilmiş antiterror əməliyyatlarında, uğurlu antiterror əməliyyatlarında şəhid olmuş Vüsal Rüstəmovun xatirəsinə həsr edilmiş tədbirlərin təşkili ilə bağlı silsilə layihədir, silsilə tədbirlər keçirilir və bu istiqamətdə də növbəti tədbirlər bizim məktəbimizdə baş tutmuşdur və aidiyyatı qurumun nümayəndələri sizlərlə bu istiqamətdə maarifləndirici görüş həyata keçirəcəkdir və təqdim etmək istəyirəm ki, qonaqlarımız regional medianın inkişafına yardım İctimai Birliyinin nümayəndəsi Elxan Yusiflidir və bir daha qeyd etmək istəyirəm, biz tədbirimizi açıq elan etməzdən əvvəl ilk öncə Ülviyə mən buradadırsa bir zəhmət bax, Azərbaycan Respublikasının dövlət himnini səsləndirək və sonra varsa bizə hazır. Ulu Öndər Lider Heydər Əliyev və Vətən müharibəsi nəticəsində şəhid olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Bildiyiniz kimi 1991-1994-cü illəri əhatə edən və tarixi düşmənçilik yaşadığımız Ermənistan Respublikası ilə 1-ci Qarabağ Savaşından sonra ardınca dəfələrlə baxmayaraq ki, may ayının 12-sində Bişkek protokolu imzalanaraq arada sülh müqaviləsi imzalanıb atəşkəs elan olunmuşdur. Lakin bu atəşkəs dəfələrlə pozulma cəhdləri həyata keçirilmişdir. Biz sizlə bütün tədbirlərdə bunları hər dəfə vurğulayırıq, diqqətinizə çatdırırıq ki, istər 2014-cü ilin yayında, istər 2015-ci ilin sentyabrında, 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin iyulun Tovuz döyüşləri və nəhayət 2020-ci ildə 27 sentyabrın noyabr tarixlərini əhatə edən Böyük Vətən müharibəsi, 2-ci Qarabağ Savaşı və 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş vermiş uğurlu antiterror əməliyyatları. Təbii ki, biz 2020-ci ilə qədər siz özünüz də şahidi olursunuz ki, biz artıq sinif otaqlarımızdan qan yaddaşı lövhələrimizi ya çıxarırıq, ya yenilərinlə əvəzləyirik. Çünki bizim 2020-ci ilə qədər anılaslı bir çox tarixlərimiz var idi, amma
Cənab Prezidentimizin sərəncamı ilə də 2 dekabrdan etibarən artıq bizim yalnız və yalnız bir anım günümüz var, 27 sentyabr və digər qazandığımız o uğurlu tarixi qələbə, tarixi zəfər, hansı ki bu zəfərin memarları Ali Baş Komandanın bütün tapşırıqlarını, bütün hərbi vəzifələrini layiqincə yerinə yetirən həmin şəhidlər və sağlığından olan qazilərimiz oldu. Və qeyd etməyi borc bilirəm ki, həmin bu antiterror əməliyyatının hansı ki qısa müddətdə davam etdi və uğurlu deyə adlandırdığımız uğurlu antiterror əməliyyatı nəticəsində eyni zamanda öz hərbi funksiyalarını, döyüş gedişatında xüsusi mərdlik, xüsusi şücaət göstərmiş və şəhid olmuş Vüsal Rüstəmovun xatirəsini bugün sizlərlə burada yad edirik və onun göstərdiyi hansı ki ərazi bütövlüyümüzün təmin olunmasında onlar şəhid olurlar və bunun nəticəsi olaraq onlar öz xidmətlərinə görə mütləq şəkildə dəyərləndirildilər və o Füzulinin, Cəbrayılın azad edilməsinə görə nişanlarla da təltif edilmişdir. Bu istiqamətdə qonaqlarımız sizlərə daha ətraflı məlumat verəcək, onları dinləməyiniz və bizim üçün də minnətdarlığımı bildirirəm. Bizim üçün də bir vasitə oldu ki, biz hansı ki həqiqətən də mənəvi cəhətdən borclu hissetdiyimiz, qürur duyduğumuz şəxsləri unudulmasına imkan vermirik, daima onların xatirələrini əziz saxlayırıq. Buyurun. Tədbir iştirakçılarını salamlayıram. Əvvəlcədən məktəbin rəhbərinə yaxın sizə təşəkkür edirəm ki, belə bir şərait yaratdınız, biz bugün tədbirimizi təşkil edik. Burada iştirak edən müəllim kollektivinə, şagirdlərə təşəkkür edir ki, vaxt ayırıb diqqətlə dinləyirsiniz. Əslində, bugün bu tədbirdə mən çıxış eləməli deyildim. İctimai Birliyin sədr müavini Vəli mənim çıxış eləməliydi. Sadəcə çox üzüldü bir səbəbdən bu qapılar məcbura və onu mən əvəz eləyəcəm. Mənim üçün Vüsal haqqında danışmaq o qədər çətin olmayacaq. Çünki mən eyni zamanda ARB televiziyasında, ARB Günəş televiziyasında departament direktoruyam və Azərbaycan Dövlət Agentliyinin müxbiriyəm. Yəni bizim şimal bölgə üzrə və bu yaxınlarda Vüsalın ailəsində olub, oradan reportaj hazırlamışam. Azərbaycan və bütün sosial şəbəkələrdə və Dövlət Agentliyinin səhifələrində yayımlanıb. Deməli, öncə layihə barədə məlumat verim ki, bu layihə Xaçmazda ona yaxın məktəbi əhatə edir. Regional Media İnkişafına Yardım İctimai Birliyi tərəfindən irəli sürülən layihədir və qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyi tərəfindən dəstəklənir, maliyyə dəstəyi göstərilir və bu tədbirlər təşkil olunur. Artıq bir neçə məktəbdə tədbir təşkil olunub, sıradan növbəti bir tədbirimizdir. Vüsal haqqında niyə bu layihədə? Biz bundan qabaqlı layihələrdə çox 5-6 belə layihə olub, amma hər dəfə filmlər hazırlanıb şəhidlərimiz haqqında, filmlər Xızı, Xaçmaz və digər rayonlardan olan şəhidlərimiz haqqında. Bu dəfə isə antiterror tədbirlərində, lokal xarakterli antiterror tədbirlərində şəhid olmuş Vüsal Rüstəmov haqqında bu motivdə belə bir tədbirin təşkil olunması qərar verildi. Çünki Vüsal şəhidlərimiz hamısı bizim üçün ucadır, başımız üstündədir, amma onlar arasında da müəyyən xarakterlərinə görə fərqlənənlər var. Məsələn, Vüsal antiterror tədbirlərində şəhid olan ən yüksək rütbəli zabit, polkovnik leytenant rütbəli zabit idi. O, həm də eyni zamanda hərbi hissənin qərargah rəisi idi. Ümumiyyətlə, 2007-ci ildən mən istərdim o haqqında müəyyən bildiyim məlumatları verim. Yəni, bu yaxınlarda ailəsindən görüşüb, anası, atasından müsahibə almışam. Ona görə müəyyən məlumatlar var. 2007-ci ildən o zabit kimi fəaliyyət göstərirdi. Ali hərbi məktəbi bitirmişdi. Xaçmazda İsmət Qayıbovla məktəbin, 3 nömrəli məktəbin məzunu idi və uşaqlıqdan da bildiyim qədərlə idmanla məşğul oldu. Karate üzrə 3 dəfə ölkə çempionu olmuşdu. Yəni, uşaqlıqdan onun canında idman, hərbiyə marağı var idi. Və Vüsal aprel döyüşlərində, şanlı aprel döyüşlərinin iştirakçısı olmuşdu. Böyük Vətən müharibəsində, daha doğrusu üzr istəyirəm, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüşdü. Qisas əməliyyatının iştirakçısı olmuşdu və bununla əlaqədar, yəni qanın qadanın içindən keçmişdi, ən ağır döyüşlərdən keçmişdi və bir sıra medallarla
təltif olunmuşdu. Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və o ən əsası 12 il bizim milli qəhrəman Polad Həşimoğlu çiyin-çiyinə xidmət aparmışdı, döyüşmüşdü, yəni eyni hərbi birləşmədə. Müharibə qutarandan sonra, Vətən müharibəsi qutarandan sonra bilirsiniz ki, bizim hamımızda suallar olur ki, Xocalı, Xankəndi, bu rayonlar necə olacaq hali, hamısı narahat idi. Amma yəni suverenliyimizin tam bərpası üçün bu torpaqlarda da Azərbaycan bayrağının dalğalanması vacib idi. Və bu hadisələr 2023-cü ilin 19 sentyabrın 20 sentyabrında artıq baş verdi. Azərbaycan ordusunun hərbi birləşmələri həmin əraziləri də tamamilə qısa bir sutka çəkməyən antiterror tədbirləri nəticəsində tam düşməndən azad etdilər, düşməni məhv edib, dəmir yumruğu başlarında çatlatdılar. Və bu tədbirlərdə də Vüsal aktiv iştirak elədi. O, əslində bilirsiniz, Vüsal qərargah rəisi idi, o hərbi döyüşlərin önündə getməli bir zabit deyildi. O idarə edir, döyüşü idarə edir. Amma bu döyüşlər deyir ki, mən posta əskərlərimin yanında olacağım ki, onlara daha ürək-dirək verim, onların döyüşə yüksək əhvalda hazırlayım. Və təəssüf ki, çox təəssüf ki, bizim Vüsal Rüstəmov top mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb və ondan sonra da belə deyək, o Cənab Prezidentin sərəncamları vətən uğrunda 3-cü dərəcəli vətənə xidmət ordeni ilə mükafatlandırılıb. O ailəli idi Vüsal, 2 övladı Şahin və Səma adında 2 övladı yadigar qalıb. Bugün də sosial şəbəkələrdə onun az yaşlı oğlunun, yəni atası üçün necə ağladığı kadrları var. Yəni yadda qalan çox təəssüf ki, yəni belə bir hadisə yaşandı. Vüsal kimi zabitlərimiz, bizim şəhidlərimiz çox oldu, amma vətən torpağının tam olması üçün, bütün olması üçün müəyyən tarixi dönəmlərdə bu cür hadisələrin yaşanması labüddür, həmişə olub və torpaqlarımız tam, suverenliyimiz bərpa olunub, sərhədlərimiz tamdır, başımız ucadır, hər yerdə qalib xalqın nümayəndələri kimi danışırıq, çıxış edirik. Bugün bütün dünyanın lider ölkələri belə bizimlə hesablaşır, bizi regionun lideri kimi qəbul edir və bu regionda bizimlə hesablaşmadan nəyisə dəyişmək, hansısa qərarı vermək artıq mümkün deyil. Mən Vüsal haqqında reportaj da təqdim olunacaq. Yeri gəlmişkən o reportajın müəllifi mənəm. Mən bilmirdim ki, burada həmin tədbirdə o reportaj təqdim olunur. Yəni, o təqdim olunacaq, orada daha valideynlərin çıxışlarını dinləyəcəksiniz. Mən olsun çox ətraflı danışmaq istəmirəm. Vüsal kimi bizim lokal antiterror tədbirlərində Xaçmazın 12 şəhidimiz olub, 12 şəhid vermişik. Ümumilikdə isə Xaçmaz bilirsiniz ki, rayonlar arasında ən çox şəhid verən rayonlarımızdan biridir. Tək elə 1-ci Qarabağ müharibəsində 200-dən çox şəhidimiz var idi. Allah hamısını rəhmət eləsin. Və bir şey xatırlatmaq istəyirəm. 1-ci Qarabağ müharibəsindən söz düşmək qısa bir parçaya çıxmaq istəyirəm. Deməli, ertəli vaxtı bizim televiziyondan bir deyiliş müəyyətliyidim, savaş bitməyib adlanırdı və o vaxt biz Qarabağ qazilərini çəkilişlər edirdik, onlarla veriliş hazırlayırdıq. Verilişin şüarı budur ki, nə qədər torpaqlarımız azad olmayıb, şəhidlərimizin ruhu rahatlıq tapmayıb, savaş bitməyib. Amma bugün və həmin müharibədə, həmin qazilərlə söhbət edəndə bir çoxu fikirləşir ki, həmin müharibədə biz 1-ci Qarabağ müharibəsində məğlub olmuşuq da. Bu simvolik bir məğlubiyyət idi. Biz döyüşdə uduzmuşduq, müharibəni uduzmamışdıq və o qazilərlə danışanda mən əmin oldum ki, biz həmin 1-ci Qarabağ müharibəsində biz 20% torpaqlarımızı itirməmişdik. Biz 80% torpaqlarımızı qoruyub saxlaya bilmişdik. Yəni, çox ağır bir dönəm idi. Xarici qüvvələrin təsiri, ölkəmizdə idarə etmədə olan problemlər. Yəni, ona görə həmin vaxt bizim 1-ci Qarabağ savaşında döyüşən, şəhid olan, yaralanan, qazi olan, əlil olan oğullarımız, qızlarımız bizim torpaqlarımızın 80%-nin tam işğal olunmamasının, ölkəmizin müstəqilinin tam əlindən alınmaması üçün döyüşmüşlər və onların əməli də çox böyükdür və bu missiyanı
Yenə dedik, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində terror tədbirlərində tamamilə yekunlaşdı və Azərbaycan tam müstəqil, suveren bir ölkə oldu. Çox ümid edirik ki, bundan sonra heç vaxt bir daha belə hadisələr, müharibələr yaşanmayacaq. Siz gənclər, sizin gələcəyiniz ancaq sülh şəraitində, yaxşı qonşuluq şəraitində olacaq və ali təhsil alıb siz, peşə təhsili alıb ölkəmizin inkişafı yolunda yaxşı işlərlə məşğul olub, həmçə valideynlərinizi, müəllimlərinizi sevindirəcəksiniz. Çox sağ olun diqqətinizə görə. Minnətdarım bir daha məktəb rəhbərliyindən ki, bu görüşü bu cür səliqəli, qəşəng təşkil olundu. Uşaqlar da çox diqqətlə dinlədilər. Yəni, mən ümid edirəm ki, Uşaq Rüstəm haqqında hamısı müəyyən məlumatı var idi Xaçmaz şəhidi barəsində, amma müəyyən əlavə məlumat əldə etdilər. Bu tədbirin ümumiyyətlə məqsədi bizim şəhidlərimizi tanıtdırmaq. Şəhidlərdir, heç vaxt ölmürlər, yalnız unudulanda ölürlər deyirlər, belə bir ifadə var. Ona görə də onları heç vaxt unutmaq olmaz, həmişə onları xatırlamaq lazım. Təşəkkür ederim. Himnimizin səslənməsi üçün müraciət bildirdi və himnimiz səsləndi. Hər birimiz də onu ayaqüstə dinlədik, həm də kimlərsə özü də belə deyək ki, səssiz olsa özü də ifadə himnimizi. Orada belə bir cümlə var idi, diqqət etirdisə. Yəni artıq bizdə ənənə alındı himnin. Biz hər məktəbə gələndə səhərlər şagirdlərimiz himni oxuyub sonra gedirlər içəri. Və o himnin sözlərində belə bir cümlə var. Yurdundan keçən əsgər hələ bir qəhrəman oldu. Eləmi? Hansı yoldan söhbət gedir? Təbii ki, yaşamaq hüququndan. Bugün biz həmin o yaşamaq hüququndan keçən yüzlərlə və bugün müəllimin söylədiyi kimi Uşaq Rüstəmov kimi yüzlərlə şəhid vermişik bu torpaq uğrunda və bu vətənin bütövlüyü uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsini ucalan minlərlə oğul və qızlarımız var. Təbii ki, həm 1-ci Qarabağ müharibəsində, həm də 2-ci Qarabağ müharibəsində Xaçmazda ümumi olaraq ərazimiz, vətənimiz birdir və fərq etmir. Sabirabadlı, Xaçmazlı, Qubalı, yəni ümumi vətən uğrunda döyüş atılmışıq. Və müəllim də bildirdi ki, 200-dən yuxarı biz 1-ci Vətən müharibəsində şəhid verilmişik. 2-ci Vətən müharibəsində də, yəni belə deyək ki, 51 şəhid verilmişdik və eyni zamanda biz antiterror əməliyyatının nəticəsində 12 nəfər də gəlmiş olsa üstünə arasa biz 300-dən yuxarı, 350-dən yuxarı bir şəhid verilmişik. Yəni birincisində 289 idi və bunlar da gəlmiş olsa 300-dən yuxarı bir şəhid verilmişik. Gəldik nəyə? Bilirsiniz ki, bu illəri bizim Konstitusiya və Suverenlik ildir 2025-ci il və biz onunla silsilə tədbirlər keçirdik sizinlə. Dərslərdə və yaxud da ki, belə deyək ki, elə burada Aksalında və o antiterror əməliyyatı məhz 19-undan 20-sinə keçən gecənin tarixə düşəcəyi elə bir gündür ki, Cənab Prezidentimiz həmin günü 20 sentyabrı Azərbaycanın Suverenlik günü kimi tariximizə imza atdı və artıq illərlə bu belə də gələcək 20 sentyabr. Ərazi bütövlüyümüz nə idi? Biz illərdir ki, bu mübarizəni aparırdıq, illərdir ki, itirilmiş torpaqlarımızı geri qaytarmaq üçün mübarizə aparırdıq. Sizə vətənpərvərlik mövzusunda nə qədər tədbirlər, məlumatlar verirdik və siz o şəhidlərin dəfnində iştirak etmişsiniz, getmişik. Məktəb olaraq da biz ən öndə gedənlərdən biri olmuşuq. Biz şahidik və siz də bizimlə bərabər bu yolu getmişsiniz və hər bir şəhidin dəfnində və onun ziyarətində də iştirak etmişik. Biz borcumuzu belə yerinə getirmişik o şəhidlərin qarşısına. Təbii ki, unutmamalıyıq, unutturmamalıyıq, unutmuruq. Amma belə deyək, 91-94-ün 1-ci Qarabağ müharibəsi zamanında da biz şəhid vermişik, dediyim kimi. Bizim Xaçmaz rayonunda sağ olsun cənab icra başçımız Şəhidlər Xiyabanının da bərpa işlərindən yenidən əl gəzdirdi. Bugün çox möhtəşəm bir Şəhidlər Xiyabanımız var ki, vaxtaşır vəziyyətdə ziyarət edirik onların ruhlarına, qarşısında baş əyirik. Və bizim o Xaçmaz şəhidlər və ya ümumilikdə şəhidlərimiz belə götürsək, biz hardasa 30 minə yaxın şəhidimiz var. Həm mülki və həm də hərbi vətən insanlarımız şəhidlik zirvəsini yapdılar. Nə üçün şəhid olurlar? Təbii ki, vətənin ərazi bütövlüyü uğrunda. Və bu Azərbaycanın ərazi bütövlüyü uğrunda, vətənimizin namusu, qeyriyyəti, hətta gələ qaytaran himnimizdə belə bir cümlə var. Yenə də orada namusdan bəhs edir. Namusunu hifz etməyə hər birimiz borcluyuq. Yəni o sözləri biz analiz etsək, hər bir hikmətdir. Hər bir söz bir hikmətdir bizim üçün. Bizdə vətənpərvərlik ruhunu aşlayan bir himnimiz var bizim. Vətən hardan başlayır deyirik, biz soruşuruq, özümüzdə sual deyirik. Hərəmiz bir cür fikirləşə bilərik.
Vətən hardan başlayır? Sərhəddən başlayır təbii ki. Vətənin hər sərhəddi, hər daşı, hər çınqılı, hər kəsəyi, hər çəməni, hər çölü bizim üçün vətəndir. Yəni bugün biz Xaçmazda yaşayırıq deyə o demək deyil ki, biz yəni burada bizim vətənimiz. Bax bugün antiterror əməliyyatı zamanı şəhidlik zirvəsində hocamız mən Vüsal Rusiyav haqqında danışdı müəllim. Bəli, 1984-cü il təvəllüdlü idi. 3 nömrəli məktəb bitirmişdi Vüsal qardaşımız və elə məktəb bitirən kimi də Heydər Əliyev adına ali hərbi məktəbə daxil olmuşdu. Orada uğurla bitirib, təbii ki, öz qəşəsi ilə, yolu ilə getmişdi. Onun qazandığı uğurlar, mərdliyi, şücaəti, göstərdiyi, belə deyək ki, 44 günlük vətən müharibəsində, həm aprel döyüşlərində, onun şücaəti, onun haqqında məsəl üçün biz sosial şəbəkələrə girib maraqlananda görürük onun döyüş yoldaşları hansı məlumatları verirlər. Yəni Xaçmaz belə bir qəhrəman yetirib. Təkcə bu ilə deyil, yəni Vüsal kimi qardaşlarımız çoxdur. Mən şəxsən Vüsalın dərdində iştirak edənlərdən biriyəm. Müəllimin dediyi kimi o uşağının belə deyək ki, fəryatı və yaxud da ki, 2 uşağı var. Düz deyə, belə şəhidlərimiz çoxdur. Yəni onlar niyə evladlarını şəhid qoyublar bizlər üçün? Və bu illər bizim ali məktəbə təhsil alan, bizim bilirsiniz ki, 29 dənə şagirdimiz təhsil aldı. Onlardan birincisi Qarabağ Universitetinə daxil oldular. Və bugün də təhsil alırlar orada. Niyə Qarabağ Universiteti? Çünki orada Xankəndi və Xankəndidə bu il cənab prezidentimiz artıq 2 ildir fəaliyyət göstərir. O kimin sayəsində biz bugün gedib orada təhsil ala bilirik? Həmin bugün bax 2023-cü ildə antiterror nəticəsində o ərazi bütövlüyümüzü təmin edən Vüsal kimi 200-ə yaxın şəhid verilmişdik biz. Lokal antiterror əməliyyatı idi. Onların balası bala deyildimi? Onların atası ata deyildimi? Çünki onlar yollarından keçdilər, yaşama yollarından keçdilər, vətənin bütövlüyü yolunda canlarından keçdilər. Bizim də vəzifəmiz nədir şagirdlər, uşaqlar? Onları xatırlamaq, onları yadda saxlamaq, onları unutmamaq. Bəli, biz məktəb olaraq bunu yerinə yetiririk. Yəni özümdən deyirəm ki, yəni biz artıq hazırlaşırıq növbəti, biz bilirsiniz ki, bizim məktəbimiz belə bir artıq ərnədir, neçə illərdir ki, biz hər il Xaçmaz şəhidlərindən birini seçimlərimizin adını daşıyıb şəhidlər. Biz də o ənənə davam etdirib gedirik. Onların öldüyü gün şəhidlik zirvəsinin ucaldığı gün gedirib. Biz də daim 22-sinə düşür. Öz şagirdlərimlə danışmışıq buna. İnşallah getmək istəyirik, hər il gedirik və ziyarət edirik və onların dərdinə şərik oluruq. Ən azından təsəlli olaraq onlar bizi görəndə, hətta o şəhidin anası artıq 4 il bilir ki, biz onu öz ailəsi kimi qəbul edirik. Həsrətlə gözləyir gəlişimizi. Yəni belə bir münasibət. Yəni onlar bizdən nə istəyirlər ki, gedəndə, onu ziyarət edəndə, məzarı ziyarət edəndə, harasa təskinlik tapırlar, nə bilim, istəyirlər ki, evladları xatırlansın, unudulmasın. Onların ən böyük arzusu budur. Ona görə də biz bugün Vüsal kimi qardaşlarımızı xatırladıqca belə tədbirlərin olması bizim üçün çox önəmlidir, əhəmiyyətlidir. Həm bizim vətənpərvərlik ruhumuzu coşdurur, həm daha da biz vətənimizi, vətən deyəndə mən şəxsən özüm deyirəm ki, yəni 2016-cı ilə qədər, 2016 aprel döyüşlərinə qədər, hər zaman mən deyirəm dərslərdə ki, biz vətənpərvərlik nədir, şəxsən mən özümdən deyirəm ki, mən tələbə vaxtından deyirəm ki, vətənpərvərlik nədir heç bilmirdik. Yəni düzün sözü belə deyək ki, 1-ci Qarabağ müharibəsində heç gedib ürəklə döyüşən də yox idi, məcbur apardılar əsgərliyə. Amma aprel döyüşlərindəki o vətənpərvərlik coşqusu var ki, uşaqdan tutmuş böyüyə qədər, ondan sonra biz dedik, doğrudan Azərbaycan nə qədər sevən qızlarımız var, yetişdi. Və bayaq qardaş milli qəhrəman Polat Həşimovun adını çəkdi. O ilə bərabər döyüşdü. Yəni biz bugün Xaçmazda bilirsiniz ki, bir milli qəhrəmanımız var. Xaçmazda yəni vətən uğrunda öz borcunu yerinə yetirənlərdən biridir. Milli qəhrəmanımız var Yavər Şahbazov. Şəhidlər xiyabağına gedəndə onun üstünü ziyarət edirik, gülümüzü qoyuruq. Və eyni zamanda o fərqi yoxdur. 1-ci Qarabağ müharibəsində və yaxud da ki, aprel döyüşlərində şəhid vermişik, bütün döyüşlərdə. Yəni, Xaçmaz heç vaxt geri addım atmamışıq. Və təbii ki, ərazi bütövlüyümüzün təmin olunduğuna həmçinin. Mən canından keçən, hüququndan keçən, yaşamaq hüququndan keçən hər bir şəhidin ruhu qarşısına baş əyirəm. Sağlamlığını itirən qazilərimizin qarşısında baş əyirəm ki, onlar canlarını, sağlamlığını bizim üçün itiriblər. Bugünkü bizim balalarımız yaxşı yaşasın, bütöv Azərbaycan. Təbii ki, biz bütöv Azərbaycan deyəndə bugün 86,6 min kvadrat kilometrlik Azərbaycandan söhbət gedir ki, illərlə Xankəndi, Xocalının qısasını alan bizim şəhidlərimiz ki var. Xocalının illərdir ki, bizim ağlımıza qara bir ləkə idi o Xocala soyqırımı. Ümumilikdə belə deyək ki, 2-ci Qarabağ müharibəsi, biz onlardan xilas olmuş olduq. Və onlardan bizi xilas edən kimlərdir? Bəli şagirdlər, bəli uşaqlar, həmin o şəhidlər.
Təşəkkür edirəm dinlədiyiniz üçün. Allah hər kəşərimizə rəhmət etsin. Sonda mən tərcümüz yekunlaşsa bir şey də qeyd edilməlidir. Bax, bu suverenlik, konstitusiyeli suverenliyin əhəmiyyəti barədə bir kəlmə demək istəyirəm. Yəni, yaşamışıq. Yəni, bizim bu Qarabağ ərazisinə Xankəndi, Xocalı və digər də Ağdərə, bu ərazilərə biz indiki kimi heç vaxt yaxın olmamışıq, bizim olmayıb. Yəni, SSR dövründə Azərbaycanın xəritəsi içərisində idi həmin ərazilər, Xankəndi, Stepanakert adlanırdı. Amma bizim orada heç bir hökmümüz olmayıb. Ad bizim olmamaqla bütün əlaqələri Ermənistanla oldu. Bütün orada hakimiyyətdə olanlar, bütün münasibətlərin Ermənistanla dururlar. Yəni, bizim Azərbaycan adı bizim idi, amma özü bizim deyildi. Amma bu tədbirlərdən sonra, bu antiterror tədbirlərdən sonra tam orada bizim hakimiyyətimiz Azərbaycanın suverenliyi bərpa oldu. Yəni, yeni deyirəm, keçmiş bizimdir desək ki, SSR dövründə belə ora bizim bir əlimiz çatmırdı. Ora bir dəmir yolu öndərin bir çıxışı var, orada dəmir yolu çəkilməsindən bağlı danışır. O çıxışında mən bir istəyəcəmişəm. Yəni, orada Azərbaycan rəhbəri ola öndə, ora dəmir yolu çəkişində onlarla razılaşma, hesablaşma olur və onlar belə etiraz edirlər Ağdama dəmir yolu çəkir. Yəni, bizim bir ölkə olaraq, Azərbaycan SSR olaraq o vaxtı, ora bir əlimiz çatmır ki, orada bir sözümüz keçsin. Yəni, bizim deyil. Amma son hadisələrdən sonra, antiterror tədbirlərdən sonra suverenliyimiz bərpa olundu. Bax, bu tədbirlərin əhəmiyyəti onun üçün çox vacibdir. Bu onu qeyd etmək istəyirəm. Savaşlarda dəfələrlə ölümlə üz-üzə gəlsə də sağ qalmağı bacarmışdı. Qarabağ İqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da döyüşə ilk atılanlardan olub. Xocalı ərazisində şəhidlik zirvəsinə ucalan Vüsal yaddaşlarda qəhrəman döyüşçü, peşəkar zabit və qayğıkeş ailə başçısı kimi qalacaq. 6 yaşından idmanla məşğul idi. 7-8 dəfə karate üzrə Azərbaycan çempionu olmuşdu. Və ondan sonra özündə də həvəs yarandı ki, hərbiyə geçsin. Sənədlərini 2002-ci ildə Heydər Əliyev adına Alilər Məktəbə verdi və ora daxil oldu. 2006-cı ildə bitirdi, 2007-ci ilə qədər bir il təlim-tədris mərkəzində bitirdi və 2007-ci ildən zabit kimi xidmətə başladı. Polkovnik leytenant rütbəsinə qədər qalxmış, hərbi hissənin qərargah rəisi vəzifəsində çalışırdı. Vüsal Rüstəmov 44 günlük vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən Vüsal, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib. O şanları yüksək səviyyədə yerinə yetirməyə davam edib. Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı düşmənlə döyüşə atılan birləşmələrin ön sırasında yer alıb. O vətəninə, dövlətinə çox bağlı idi. O çox qeyrətçi, vicdanlı oğlu idi. O istəmirdi ki, torpaqlar ermənilərdə qalsın. O yol sürüşsə çıxartıb öz çiynindən vagonları verir ki, bunlara atama verərsən, bəlkə mən bugün şəhid oldum. O buna tam hazır idi. Antiterror tədbircülərin atdığı top mərmisinin qəlpələrindən aldığı ağır yaralardan sonra şəhidlik zirvəsinə ucalıb. Vüsal Rüstəmov ailəli idi. Onun ucaqladı. Onu tariximə qayıdacaqdan, gedib qayıtmamışam, o tarix müharibədən çıxmışam. Hələ bir ki, mənə düz deyirsən o barədə. Mən hələ bir ki, ayan olmuşdu ki, bu çağ gəlməyəcək. Polkovnik leytenant Vüsal Rüstəmov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Vətən uğrunda medalı və 3-cü dərəcəli Vətənə xidmət ordeni ilə təltif edilib.